Salam əziz izləyicilər. Söz verdiyim kimi ev şəraitində mən qatığı necə hazırlayıram, bu gün sizinlə paylaşacağam. Mən burada 2 litr süd götürmüşəm. Yağlılığı isə hər ikisi də 2,5-dır. Və bu da gördüyünüz mənim keçən səfərki tutduğum qatıqdan qalan mayadır. Hər dəfə belə götürürəm. Və bu gün mən bundan istifadə edəcəm. İlk öncə nə edirik? Qazan götürüb südü bişiririk. Arada da qarışdıra bilərsiniz ki, dibi yanmasın. Və onu da qeyd edim ki, 1 çimdik duz da qata bilərsiniz. Mən qatıram ki, işit olmasın. Və 2 məqamı sizi istəyirəm çatdırım. Əgər istəyirsinizsə qatığınız turş olsun, südü axıra kimi soğutmayın da. Yəni çox qaynar da olmasın. Yəni isti təhər olsun. Yox, əgər istəyirsinizsə qatığınız şirin olsun, onda ilıq olana qədər südü soğudun. Ondan sonra əlavə edin mayanı. Mən turş qatıq xoşladığım üçün çox soğutmayacağım. Mənim belə bir bankam var. Mən həmişə bunda hazırlayıram. Amma siz istəsəniz qazanda da hazırlaya bilərsiniz və yaxud da başqa bir qab da götürə bilərsiniz. Südü bankaya əlavə edirəm. Bəh-bəh. Bişəndən sonra o ki, südün qaymağı çıxır üzə. Əgər qaymaq çıxırsa üzə, qatığınız çox ləzzətli olacaq. Yəni yağlı, qaymaqlı bir qatıq. Südü əlavə etdim. Mayadan da bir xörək qaşığı ilə əlavə edirəm. Sadəcə əlavə edirsiniz qarışdırmamaq şərti ilə. Və ağzını bankanı bağlayıram. Əgər südünüz qaynardısa, ehmalca bağlayın ki, sonra aça biləsiniz. Və qalın bir ədyalla südü örtürəm. Onu da deyim ki, elə bir yerə qoyun ki, yəni dəyib dolaşan olmasın. Yəni südünüz tərpənməsin. Nə qədər tərpənməsə, o qədər yaxşı qatıq tutacaq. Və beləcə üstü örtülü bir gün saxlayırıq. Artıq bir gün keçdi. Mən istəyirəm qapağını açıb sizə göstərim. Gördünüzmü? Qatığın suyu üzə çıxır. Qatıq hələ hazır deyil. Nə edirik? Qapağını yenidən bağlayıb qatığımızı qoyuruq soyuducuya 5-6 saatlığına. Budur, artıq 5-6 saat keçdi. İndi yenidən göstərəcəm sizə qatığın son halini. Görürsünüzmü? Orada yığılan sular artıq yoxdur. Və istəyirəm hazırladığım qatığı sizə göstərim. Görürsünüzmü necə də bərk bir qatıq alınıbdır. Mən bundan adətən doğğa da bişirirəm, atlama da edirəm, salat da hazırlayıram. Əgər reseptimi bəyəndinizsə, videonu dəstək üçün like eləməyi unutmayın. Öz fikirlərinizi də şərhlərdə gözləyirəm. Sağ olun, sağlıqla qalın.